Süni şəkildə mənim ştatımı artırıblar ki, mənə guya ki, əmək haqqı yazırlar. Bildiniz necə? Mən müraciət elədiyim, ona görə oказывается mənə vermirlər ştat ki, mənim xəbərim yoxdur. Adımdan ştat yazıblar, əmək haqqı yazırlar özlərinə. Nevroloq Mərziyyə Məmmədova 20 ildən çox Səhiyyə Nazirliyinin tabeliyində olan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunda çalışıb. Deyir, 2022-ci ilin sonlarından institutun rəhbərliyi ilə problemləri başlayıb. Qanuna ona çatma olan bonuslar kəsilib, xəstələrinə təzyiqlər edilib və əmək müqaviləsi yenilənməyib. Mərziyyə Məmmədova onu da əlavə edir ki, onun adına əlavə vəzifə və pul yazılıb. 2024-cü ildə məsələni aydınlaşdırmağa çalışanda isə rəhbərliyin ona münasibəti daha da sərtləşib. Mən tibbi kadrın vahid registrinə girirəm, görürəm ki, əmr verilib ki, daha doğrusu mənim adım hələ də əvvəl 21-ci ildə əvəzçiliklə statistik həkimi işləmişəm. O hələ də mənim adımda gedir. İşdən çıxarılmamışam. Düşünün 21, 22, 23, 24-cü ilə kimi adımda vəzifə gedib və o vəzifənin əmək haqqısı alıb. Ştatda axı, ştat açılır Səhiyyə Nazirliyinin sistemində gedir də. Sən demə mənim adımdan, sonra bilirəm mən, görməmişəm. Mənim adımdan yazır ki, güya mən ərizə vermişəm ki, əmək haqqı dayandırılsın və əmin vəzifədən çıxım güya. Halbuki mənə çoxdan veriblər əmr ki, 21-ci ildəki, güya mən o vəzifədən çıxmışam. Əmr də əldə qayırmadı ya. Belə veriblər, sistemdə yoxdur. Mərziyyə Məmmədova iddia edir ki, işə gəldiyi halda onun işdə olmaması barədə təqdimatlar yazılıb. Ötən ilin aprel və may aylarında ona töhmət verilib. İyulda isə işdən çıxarılıb. Onun şikayəti əsasında əmək müfəttişliyi qanunsuz işdən çıxarılma da daxil olmaqla 20-dən çox pozuntunu qeydə alıb. Məmmədovanın sözlərinə görə Nərimanov rayon məhkəməsi onun işə bərpa olunmağı və töhmətlərin ləğv edilməsi ilə bağlı qaldırdığı iddianı təmin etməyib. Baş prokuratura özdə yazmışam ki, bunların mənə qarşı sağlamlığıma zərər vurublar, vəzifə səlahiyyətini aşmaq. Onların hamısı cinayət işidir də. Heç birinə bir cavab verməyiblər. Təzədən 20 avqust təkrar məktub yazmışam prokurorluğa ki, niyə mənə cavab vermirsiniz? Deyir, biz göndərmişik Səhiyyə Nazirliyinə. Kimdən şikayət edirəm, ora göndər. Mərziyyə Məmmədova institutun digər elmi işçiləri ilə birlikdə ötən ilin fevralında Prezident İlham Əliyevə ərizə yazıblar. Onlar müraciətlərində direktor Mətanət Əfəndiyevanın rəhbərliyi altında institutda boş vakansiyaların satıldığını, süni şəkildə elmi fəaliyyətə məhdudiyyətlər qoyulduğunu, maliyyə yenilikləri olduğunu, işçilərin alçaldıldığını iddia ediblər. Eyni institutda həkim radioloq kimi çalışmış Şamil Abdullayev də rəhbərliyin təzyiqi ilə üzləşdiyini və ötən ilin dekabrında işdən çıxarıldığını deyir. Avqust ayında Mətanət Əfəndiyeva məni yanına çağıraraq icbari tibbi sığortadan hər ay aldığım bonusların yarısını tələb etdi. Onun bu tələbindən imtina etdikdə mənə bildirdi ki, sənin yanına pul verib işə düzəlmək istəyənlər çoxdur. Ondan sonra direktor Mətanət Əfəndiyeva mənə qanunsuz olaraq limit tətbiq etmiş, 25 xəstədən artıq qəbul etməyimə icazə verməmişdir. Mətanət Əfəndiyevanın digər qanunsuz əməllərindən biri də dövlətin xəstəxana üçün ayırdığı vəsaitlərin israf olunmasıdır. Belə ki, direktorun göstərişi ilə baş mühasir Nail Həsənov tərəfindən saxta tenderlər keçirilərək xəstəxana üçün lazım olan vəsaitlər real qiymətindən 3-5 dəfə baha qiymətə alınır. Mətanət Əfəndiyeva isə Qafqaz Infoya açıqlamasında həkimin iddialarını təkzib edib. Stat: Bura mənim özəl klinikam deyil ki, istəmədiyim insanı işdən çıxarım. Dövlət müəssisəsində kimsə işdən çıxara bilər. Mən də öz həddimi bu qədər aşa biləcək insan deyiləm. Qanunsuz addım atmaram heç vaxt. Statın sonu. Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunu məhkəmədə təmsil edən vəkil Rəcəb Nurəliyev Toplum TV açıqlamasında iddiaları əsassız adlandırıb, lakin geniş açıqlama verməkdən imtina edib. İnstitutun direktoru Mətanət Əfəndiyeva ilə əlaqə saxlamaq cəhdləri isə nəticə verməyib.